Ölkə və dünya siyasi gündəminin əsas hadisələrinin təqdimatı və müzakirəsi üçün qarşınızdayıq. Yaxın 2 saat ərzində təkcə bugün deyil, ümumilikdə bu geridə qoyduğumuz bir həftə ərzində nələr baş verdi, hansı hadisələr həftəyə damğasını vurdu, onlardan xəbər verəcəyik. Mən Jalə Həsənli, veriliş boyu sizə informasiya bələdçiliyi edəcəm. Diqqətiniz Ayır 24'də olsun. Birləşmiş Ştatlar prezidenti Donald Trump Çinə qarşı ciddi ittihamlarla çıxış eləyib. Onun sözlərinə görə Vaşinqton artıq Pekinlə soyuq müharibəyə girib. Çin mətbuatı isə Birləşmiş Ştatların Asiya Sakit Okean regionunu silahlandırdığını və regionu barıt çəlləyinə çevirdiyini bildirir. Əslində bu soyuq müharibə iqtisadi müharibə ilə başladı. Trump dövründə isə özünün pik həddinə çatıb. İndi iki ölkə arasında başlayan soyuq savaş nə ilə nəticələnə bilər deyə analitiklər də təbii ki mövzunu müzakirə ediblər. Biz də araşdırmışıq, izləyək. ABŞ prezidenti Donald Trump Çinin ABŞ ilə bağlanmış ticarət sazişini pozduğunu iddia edib. Onun sözlərinə görə 2 həftə əvvəl Pekin ciddi iqtisadi təhlükə ilə üz-üzə idi. Tətbiq etdiyim çox yüksək rüsumlar Çinin ABŞ bazarında ticarətini praktiki olaraq qeyri-mümkün etmişdi. Biz Çinlə soyuq müharibəyə girdik. Bu Pekin üçün dağıdıcı oldu. Daha sonra Çinin iqtisadiyyatını xilas etmək üçün mən Çin ilə ticarət müqaviləsi bağladım. Amma Pekin ABŞ qarşısında götürdüyü öhdəlikləri pozdu deyə Trump bildirib. Paralel olaraq Çin Xarici İşlər Nazirliyinin bəyanatında Birləşmiş Ştatların Asiya Sakit Okeanı regionunda sülh və sabitliyə xələl gətirdiyi, bölgəni barıt çəlləyinə çevirdiyini bildirib. Görünən odur ki, Vaşinqton Pekinin iqtisadi gücünün fərqindədir və onunla başa çıxa bilməyəcəyini dərk edir. Bu səbəbdən məsələni soyuq müharibə ilə həll etməyə çalışır. Belə ki, Trumpın tətbiq etdiyi tariflər qüvvəyə minmədən ölkə daxilindəki şirkətlər müxtəlif yollarla Çindən böyük miqdarda məhsul ixal etdi və daha sonra Ağ Evə edilən təzyiqlər fonunda tariflər müəyyən müddətdə donduruldu. Görünür, Trump SSR-dən fərqli olaraq Çini iqtisadi savaşda uda bilməyəcəyini anladığı üçün müharibəni Pekinin müttəfiqlərini özündən kənarlaşdırmaq, Çini dünyadan təcrid etməklə davam etdirir. Tayvan'a yakın adalarını silahlandıran Amerika Birleşik Devletleri bir taraftan da Pasifik bölgesinde müttefiki olan ülkeler vasıtasıyla ve nükleer enerjiyle çalışan büyük uçak gemileriyle bu coğrafyayı adeta barut fıçısına döndürmeyi tercih etmiştir. Ancak Amerika Birleşik Devletleri Çin ile doğrudan bir silahlı mücadeleyi göze alamamaktadır. Gelinen süreçte Tayvan üzerinden önümüzdeki zamanda bir vekil kuvvet mantığı ile Çin ile Tayvan mücadelesini körükleyerek Tayvan üzerinden Çin ile bir mücadeleyi sahaya süreceği değerlendirilmektedir. Digər tərəfdən Trump hakimiyyətə gəldikdən bəri demək olar atdığı bütün addımların geniş perspektivdən baxdıqda Çinə qarşı yönəldiyini görə bilərik. Hər nə qədər bəlli etməsə də Pekin dünyanın müxtəlif bölgələrindəki xaosdan, Vaşinqtonun arası pis olduğu ölkələrdən rahatlıqla istifadə edir. Məhz bu səbəbdən ABŞ Yaxın Şərqdə və Avropa cəbhəsində müharibələrin dayandırılmasını istəyir. Eyni zamanda Rusiya, İran, Şimali Koreya, Hindistan kimi ölkələrlə də siyasi iqtisadi əlaqələri yenidən gözdən keçirilir və müəyyən addımlar atılır. Doğrudur, bu müddət ərzində Çin də cavab həmlələri edir. Ukrayna və Avropa İttifaqı ilə güclü əlaqələr quraraq regiondan özünə müttəfiqlər qazanmağa çalışır. Üstəlik, ucuz işçi qüvvəsi, dünyanın demək olar əksər şirkətlərinin Çində olması da ölkənin soyuq savaşda əlini qüvvətləndirir. Trump bütün bu dünyadaki problemleri çözdükten sonra bütün gücünü, imkanlarını Çin'i dönüştürmek ve Sovyetler örneğinde olduğu gibi Çin'i sistem değişikliğine zorlamak, hatta mümkünse Çin'i 5'e bölmek arzusunda. Çünkü Çin ucuz işçilik, kayıt dışı ekonomi, çok değişik yollarla elde etmiş olduğu ham maddeyi imalata dönüştürüp dünya üzerinde bir ticari hegemonya kurması Amerika tarafından kabul edilir bir durum değil. Trump'ın bu hamlesi dünyanın dikkatlerini Çin'e çevirirken Çin de Amerika'ya karşı müttefik çeşitlendirmeye çalışıyor. Hindistan, İran, Rusya'yı kendi tarafında tutarak Amerika'yı dengelemeye çalışmak arzusunda. Trump'ın başlatdığı soyuq savaş qısa müddətdə nəticə verə bilməz. Birləşmiş Ştatlar və müttəfiqliyə cəlb etdiyi ölkələrdə bu müharibəni uzun müddət davam etdirə biləcək liderlərə ehtiyac olacaq. Əks təqdirdə Trump'ın indi işlətdiyi həmlələr və siyasi manevrlər işə yaramayacaq.